Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizlərlə bir yerdə Arximed qüvvəsinə aid fizikadan qəbula düşmüş belə bir sualın izahına baxacağıq. Şərtdə deyilir ki, cismin maidə çəkisinin ona təsir edən Arximed qüvvəsindən asılıq qrafiki verilmişdir. Cismin vakuumdakı çəkisini müəyyən edin. Hansı ki biz bilirik ki, cismin maidəki çəkisi onun havadakı çəkisindən Arximed qüvvəsi qədər azdır. Yəni P maye bərabərdir P hava çıxaq F Arximeddir. Hansı ki burada PM cismin maidəki çəkisi, P hava isə pH isə onun havadakı çəkisidir, Fa isə Arximed qüvvəsidir. Və şərtdə də deyilir ki, cismin maidəki çəkisinin ona təsir edən Arximed qüvvəsinin asılıq qrafiki verilmişdir. Yəni buradakı yazılan P mayedir, maidəki çəkidir. İndi burada qrafikə iki hissəli baxa bilərsiniz və hər iki tərəfdən də düz cavabı alacaqsınız. Birinci baxın, gördüyünüz kimi Arximed qüvvəsi 8 olanda sizin maidəki çəkiniz PM 0-a bərabər olmuşdur. Onda yazaq F Arximed bərabər 8 və P maye bərabərdir 0-dır. Gətirib düsturda yerinə yazsaq 0 bərabərdir. P havamız yoxdur. Çıxaq F Arximedin də yerinə 8 yazıram. Buradan da aydın görünür ki, cismin havadakı çəkisi 8-ə bərabərdir. 0 üstə gələ 8 mənə verəcək 8. Deməli cavab oldu 8. A bəndi. Bir də belə baxa bilərsiniz ki, hansı ki gördüyünüz kimi baxın yuxarıda P maye bərabər 8 olanda cismə təsir edən Arximed qüvvəsi 0-a bərabər olmuşdur. Onda yazaq ki, P maye bərabərdir 8, F Arximed bərabərdir 0. Yenə baxın bu yuxarıdakı düsturumuzda yerinə yazıram. P mayenin yerinə 8 yazdım. 8 bərabərdir P hava. Çıxaq F Arximedin yerinə 0 yazdım. Buradan da aydındır ki, artıq P hava bərabərdir 8-dir. Yəni hər iki tərəfdən də baxa bilərsiniz və bu zaman düzgün cavabı alacaqsınız. Cavab hər iki halda 8 Newton olmuş olacaq.